Hər kəsin günü xeyirli olsun inşallah. Videolarıma baxdığınız, bəyəndiyiniz üçün hər birinizə təşəkkür edirəm. Burada işə gedirəm. Sizin üçün qısa bir video vlog hazırlamışam ki, günümü necə keçirdirəm. Az da olsa günümün bir hissəsindən az da sizə çəkmişəm. Bunu səsləndirmək istəyirəm. İnşallah ki, bəyənərsiniz. Yorumlarda rəy yazmağı unutmayın və videomu bəyənib kaydetməyi də unutmayın. Burada gəlmişəm işə artıq. Mətbəxin düzəninə fikir verirəm, gecəsini necə təmizlik eləyib, baxıram hər şeyə. Burada müdürətimiz bizə tort alıb. Ona baxıram, sağ olsun, buradan sağ ol deyirəm. Kofemi içmədən günə başlamıram. Mütləq şəkildədir bu. Burada mətbəxdə sifariş çıxır. Onu verməyə başlayıram. Kartoşka fri. Mən bu usulda eləyirəm. Sifarişləri az da olsa çəkmişəm. Burada tabaka hazırlayıram. Və tabakanın görüntüsünə qədər çəkmişəm sizlər üçün ki, az da olsa ki, baxasınız. Burada günorta azanı artıq verildi, namazımı qılıram. Nə olursa olsun, namazımı çalışdığım qədər vaxtında qılıram. Mətbəxə geri dönüş edirəm. Mətbəxdə bugün təmizlik günü elan etmişəm. Təmizləyirik, falqaları təzdən yenidən düzənə salırıq və burada artıq yenə sifarişim çıxır. Təmizliyi yarıda saxlayırıq. Başlayırıq sifarişimi verməyə. Sac edirəm. Mən sacı belə edirəm. Çox da düşünürəm, dadlı olur. Həqiqətən də, yəni mən özüm yeyirəmsə, o yeməyi bəyənirəmsə, öz ağız dadıma çox inanıram, güvənirəm. Burada salat hazırlayırıq. Az da olsa çəkmişəm. Burada artıq ən sevdiyim işi etməyə başlayıram. Zakatovka işlərim. Əti doğrayıram. Ətdən zakatovka üçün marazinika qoymaq üçün zakatovkalıq ətləri ayırıram burada. Suyun altını yandırmışam. Qaynamış suya mütləq şəkildədir ki, mən əti atıram ki, çox kəfi olmasın deyə. Burada bu texnikadan siz də istifadə edirsiniz. Həqiqətən də mənim dediyim kimi olacaq. Kəfi çox az çıxır. Ətlərimi bişirirəm. Və yenə başlayıram burgerin ətini hazırlamağa. Burada burgerin ətini artıq hazırlamışam. Qeyd edim ki, 120 qramdandır. Burger sifarişi çıxır o halda. Yenə yerindəcə edib verirəm burgeri. Burada Sezar salatı sifarişi çıxır. Bu xırt-xırt badımcan salatıdır. Bazar gəlib, bazarı yer bəlli eləməliyik. Təhvil alıram, sayımı edirəm və yenə axşam namazının vaxtı gəlir, çatır. Namazlarımızı çalışdığımız qədər vaxtında qılmalıyıq. Allahın huzuruna vaxtında getməliyik. Nə olursa olsun, iş gözləyə bilər, amma həqiqətən də yəni, namazlarınızı vaxtında qılın. Yəni, mən belə edirəm. İnşallah ki, siz də elə edərsiniz. Allah hər birinizin namazını qəbul etsin. Və artıq burada günümüz sona gəlir, çatır və evimə yola düşürəm. İnşallah videomu bəyənərsiniz. Hər birinizin Allah ruzusunu çox etsin və hər bir xanıma dəstək olmaya hazıram. Kim istəyirsə, mənlə direkt əlaqə saxlasın. Sənət sahibi olun, peşə sahibi olun xanımlar. Burada da evimə çatdım. Sağ olun dostlar.